Bu bizim yulaf sıyığımızdır. Biraz qatı görsənir. Mənim qaynanam, gözəl qaynanam bunu axşamdan bişirib. Şimdi biz bunu qızdıranda üzərinə biraz su da əlavə edəcəyik. Bu dəfə sahur videosu hazırladım ya da imsak deyək. Adətən saat 4-də oyanırıq və süfrəni hazırlayırıq. Çünki çayın qaynaması, dəmlənməsi və s. biraz çəkə bilər və çalışırıq ki, sahurdan sonra ürək bulanması verməyəcək, daha belə yüngül, az yağlı yeməklər, səhər yeməkləri hazırlayaq. Mütləq kaşa hazırlayırıq. Yulaflı, bananlı kaşa və üzərinə bal əlavə edərək yeyirik. Zeytun, pendir, yağ, bal və digər pendir növü də var burada. Ondan istifadə edirik. Həmçinin mənim ən çox sevdiyim xaçapuri var. Xaçapuri səhər yeməyində çayın yanında yaxşı olur. Amma mən çay əvəzinə kofe hazırlayıram özümə. Sahurun bizim evdə ən gözəl tərəflərindən biri də odur ki, hamı qalxır, oruç tutur və bu daha maraqlı olur. İstəyənlərə çay, kiminki təzyiqi gün ərzində daha tez aşağı düşür, onlara kofe hazırlayırıq. Mən özümə 2 qaşıq kofe hazırlayıram 2 qaşıqdan və içərisinə biraz da bal əlavə edirəm. Banan, yulaf, yumurtadan ibarət. Bilmirəm buna qayğanaq mı deyim, yoxsa şirniyyat mı? Belə bir şey hazırlayırıq. Bu da adamı tox saxlayır, çox yaxşıdır. Belə nuş olsun və hər kəsin tutduğu oruclar, etdiyi dualar qəbul olsun inşallah. Bu konservləşdirilmiş məhsulları açanda düşünürəm ki, yumaq lazımdır. Hərlər xaçapuri çayla içməyi xoşlayıram. Biraz da bal əlavə edək. Kaşanın isindikcə biraz da duruldu. Azca da su əlavə elədik. Axşamdan bişirəndə biraz qatılaşır. Və onu bananla, balla yeyəndə gün ərzində daha belə tutumlu olur. Deməli, idman edənlər üçün də günlük kalorini nəzərə alırıq. Buna görə də belə yumurtalarla, yulafla və bananla. Buna biraz tapa bilmirəm, ona görə qaldım belə. Deməli, şirniyyatdır, yoxsa qayğanaq. Əslində, kalorili qayğanaq da deyə bilərik buna. Çünki banan və yumurta biraz da yulafla olur. Və gün ərzində bu səni daha tox saxlayır. Yulafı da axşamdan islatmışıq. İndi əlavə edirik içinə və qayğanaq kimi bişirəcəyik. Bu yaxşı bir reseptdir, həm də tox saxlayır, sınaya bilərsiniz. Hamı çay içmir səhərlər. Çünki bəzilərimizin təzyiqi tez düşür. Ona görə də kofe dəmləyirik. Mən özüm o bankadakı kofelərdən hazırlayıram özümə. Amma bəzilərimiz də çay içirik. İndi mən kofe hazırlayacağım özümə. 2 qaşıq kofe atıram. Biraz da bal atacağım. Bilmirəm, ballı kofe içmişsiniz yoxsa yox, amma belə yaxşı almış. Şəkərlə eləmək istəmirəm. Bu bizim kofemiz.
bir balaca bal da əlavə edirik. Xeyli tutumlu, adamı tox saxlayan bir kaşadır. Yulaflı şirniyyatlarımız da hazırdır. Şirniyyat və qayğanaq da demək olar. Təşəkkür edirəm. Su ilə də orucumuzu bağlayırıq. Artıq yekunlaşır. Təxminən yarım saat ərzində yemə məsələlərini yekunlaşdırırıq və su ilə orucumuzu bağlayırıq. Allah hamının oruclarını qəbul eləsin, dualarını qəbul eləsin. Kim ki oruc tutanda, yəni dərman da qəbul eləyirsə, səhərlər hamısını birdən məcburdur ki, qəbul eləsin. Bu arada göz damcıları, iynələr, bunlar da məsələn orucu pozduğuna görə onları da adətən səhər. Məsələn göz damcısı da qana qarışır. Belə çox məsum görünsə də, yəni onu da səhər tökürük. Vitaminləri də səhər qəbul eləyirik və suyu içib yekunlaşdırırıq. İmsakdan sonra o süfrəni yığışdırmaq, qabları yumaq, yəni 6 yaş demiş artıq yekunlaşdırsaq da yemək prosesini saat 6-ya qədər o yığışdırma çəkir. Amma bütün bunlar birlikdə olanda çox gözəl, çox maraqlı və həqiqətən də yaxşı olur. Allah hər kəsin orucunu qəbul eləsin, inşallah və dualarınız qəbul olsun. Hələlik.